Rəşad Dağlı, Allah qapısını açsın, mənim bibim nəvəsidir. Yəni onun məndə lent yazısı da var, bir dənə uşaqdır. Demə dayısının toyunu çalırıq. Nizami ondan xələt alır. Nizami dayısının toyunda Aydındır, indi Almaniyada yaşayır. Aydın toyunda gətirir gəlir deyir ki, atasının da adı Vaqifdir. Bibim qızının yoldaşıdır da. Vaqif küsür, Vaqifi çağırır Nizami meyxana ilə deyir, bizə xələt versin Bəytərifi vaxtında. Nizami Bəytərifidə var, orada muğam da oxuyur. Muğam da oxuyub, bayaq dedik ki, balaca muğam da oxuyub. Sonra çağırır Vaqifi, deyir, bizə xələt versin, bəyin yeznəsi Vaqif. Vaqif də gətirir, gəlir, xələt verir. Sonra bir də gördüm, belə eləyir ki, belə eləyir, deyirəm, nə oldu bəyəm? Çağırdı da, əlində Rəşadı tutub qucağında. Deyir, bəs bunu kişi saymırsınız, bu kişidən də xələt alınlar. Sonra Nizami deyir ki, Rəşad deyir, meyxana ilə də, indi gəlsin bizə xələt versin Rəşad. Rəşad da körpədir də, əlindən pulu verib gətirir, Nizamiyə xələt verir.